Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bəzi rentekar şirkətləri eləcə də fərdi avtomobili olanlar son zəngin yaxınlaşmasından istifadə edərək məktəbi bitirən şagirdlərə əylənmək məqsədi ilə maşın icarəyə götürülməsini təklif edirlər. Xəbər verilir ki, qiymətləri isə maşının markasına və saxlanılma müddətinə görə dəyişir. Maraqlananlar da az deyil. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən bildirilib ki, bu kimi hallar sürücülük hüququ olmadan sükan arxasına əyləşənlər ağır qəzalara səbəb ola bilər. İdarə valideynləri və maşın icarəyə verən şəxslərə xəbərdarlıq edib. Gəncədə az yaşlı maşın vurub. Xəbər verilir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 2021-ci il təvəllüdlü şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafidir. Faktla bağlı araşdırma başlanılıb.